Görürsən, və istəyirsən ki, falçının yanına getmək olmaz. Axı gözümün önündə, özüm gördüm çıxartdı. Sən gözün önündə qoyurlar onu. Bir qadın danışmışdı, özü şoka düşmüşdü. Deyir ki, yastığın içərisindən tapdı, yeni evləniblər. O yastığı deyir, mənim evimə heç kimsə girib, onu deyir, yastığı yəni kəsməlidir, sonra onu qoymalıdır, onu tikməlidir. Heç kimsə də girmir yataq otağına. Amma çıxartdılar. Demək, kim gəlmişsə cadükar. Gözünün önündə qoyublar. Niyə? Səndən pul alsınlar və sən onlara inanarsan ki, bax gördün, axı mən öz gözümlə gördüm. Niyə bunu edirlər? Sən gedib danışasan, deyən insanlar da ona inansınlar. Yeni insanları cəlb etsinlər kafir olmağa, dindən çıxmağa. Yox, ruqya oxuyan gəldi, misal üçün deyək ki, dini bilən bir insan evində tapıldı, o batil etdi, başqa bir şey. Özün tapdın. Bir də var ki, sən çağırırsan ki, mən şübhələnirəm, gəl mənim həyətimdə bax, gör, varmı, yoxmu? Gəlirlər, gözünün qabağına qoyurlar. Onların yanına, misal üçün, gedəndə ayəti kursunu oxuyun, qovacaqlar sizi. Və falçı cadükarın yanına gedəndə, bir telefonda aç, bir Əl-Bəqərə surəsini qoy, oxusun, ayəti kursunu qoy, oxusun və özün oxumağa başla. Neynəyəcək? Özləri səni qovacaqlar ki, get buradan. Niyə? Çünki cinləri, şeytanları neynəyir? Qaçır.